İtaliyanın Napoli klubunun futbolçusu Alessandro Boncorno, UEFA Çempionlar Liqasının 5-ci turunda Qarabağa qarşı keçiriləcək qarşılaşma ilə bağlı geniş açıqlama verib. O, həm oyunun çətinliyindən, həm də maçın klub üçün xüsusi əhəmiyyətindən danışıb. Boncorno bildirib ki, Qarabağa qarşı oyun onların mövsümündə dönüş nöqtəsi ola bilər. Futbolçu qeyd edib ki, Azərbaycan çempionu son illərdə Avropada ciddi təcrübə taplayıb və Çempionlar Liqasında bir sıra mühüm oyunlara çıxıb. Onun sözlərinə görə, məhz buna görə də maç həm psixoloji, həm də idman baxımından çətin olacaq. Alessandro Boncorno deyib, çox güclü rəqibimiz var. Biz bunun fərqindəyik və oyuna maksimum dərəcədə ciddi yanaşırıq. Qarabağ son illərdə Avropa futbolunda özünü təsdiq edib. Onlara qarşı oynamaq ehtiyat tələb edir. Çoxlu fərdi mübarizələr olacaq. Həm biz, həm də onlar təzyiq göstərəcək. Qələbə yalnız öz oyunumuzdan asılı olacaq. Futbolçu həmçinin qeyd edib ki, oyunun onlar üçün mənəvi anlamı da böyükdür. Noyabrın 25-də Napolinin əfsanəsi Diego Armando Maradona'nın vəfatının 5 ili tamamlanır. Bu səbəbdən komanda meydanda yalnız nəticə üçün deyil, həm də Maradona'nın xatirəsinə layiq performans göstərəcəklər. Boncorno sözlərinə belə davam edib. Maradona'nın adını daşıyan stadionda onun ildönümünə yaxın belə bir oyuna çıxmaq bizə əlavə motivasiya verir. Qələbə qazanacağımıza ümidvarıq və uğur əldə etsək, bunu ona həsr edəcəyik. Belə stadionda oynamaq hər bir rəqib üçün çətindir, amma biz öz oyunumuzu tapmağa çalışacağıq. Seriyamızı davam etdirmək istəyirik. O, Qarabağın oyun üslubunu da yüksək qiymətləndirib. Onun fikrincə, Azərbaycan təmsilçisi sürətli hücumlar, topa sahib olma mədəniyyəti və intizamlı oyunu ilə rəqiblərini çətinə sala bilir. Boncorno bununla bağlı belə deyib. Rəqibimizin güclü tərəfləri çoxdur. Onlar meydanda boş zona buraxmırlar. Topa nəzarətdə çox effektivdirlər, hücumda isə təhlükəli kombinasiyalar qururlar. Biz hər bir detalda diqqətli olmalıyıq. Xüsusilə müdafiədə boşluq vermək yol verilməzdir. Sonda futbolçu bildirib ki, oyunun nəticəsi onların hazırlıq səviyyəsindən asılı olacaq və komanda bu matça tam fokuslanıb. Qeyd edək ki, Napoli-Qarabağ qarşılaşması Neapolda Diego Armando Maradona stadionunda keçiriləcək və oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.